57 dəqiqə işləyib 17 dəqiqə istirahət etmək. Alimlərin yeni hesablaması məhz bu rəqəmləri ortaya çıxardı. Sən demə, iş yerində bu sxemlə işləyən insanlar ən keyfiyyətli, ən yaxşı və ən mükəmməl göstəriciləri ortaya qoyan işçilərdir. Birlikdə baxaq, görək 57 dəqiqədən bir 17 dəqiqə istirahət eləmək nəyə görə lazımdır və vacibdir. Cambridge Universitetinin alimləri iş rejiminin effektivliyinə dair apardıqları tədqiqatda maraqlı nəticələr əldə edib. Məlum olub ki, iş prosesində fasilə müddəti 17 dəqiqə təşkil edir. Bu isə insan beyninin tam bərpa olunmasına və gün ərzində yüksək iş keyfiyyətinin qorunmasına kömək eləyir. Araşdırmanın nəticələrinə əsasən qısa 5-10 dəqiqəlik fasilələr beynin tam istirahətinə imkan vermir. Bu isə diqqətin azalmasına və iş keyfiyyətinin aşağı düşməsinə səbəb olub. Digər tərəfdən çox uzun fasilələr də mənfi təsir göstərir. İnsan diqqətini toplamaq və motivasiyanı bərpa etməkdə çətinlik çəkir. Mütəxəssislər balanslı iş rejiminin qurulmasını tövsiyə edir. Təxminən 52 dəqiqə fasiləsiz işləmək və ardınca 17 dəqiqəlik tam istirahət etmək uyğundur. Alimlərin fikrincə bu cür rejimlə çalışan insanlar gün ərzində özlərini daha enerjili hiss edir, qərar vermə və yaradıcılıq qabiliyyətləri artır.